Anar bəy, bizim bir rubrikamız var, retro musiqilər, keçmiş musiqilər səsləndiririk. Bu musiqiləri də səsləndirməkdə məqsədimiz odur ki, indiki gənclərimizin zövqü formalaşsın, yaxşı zövqlü musiqilər dinləsinlər. Musiqilər səslənəcək, qonaqlarımız da tapacaq ki, bunu ifa edən kimdir? İlk musiqini dinləyək. Sənə sözüm var, naz eyləməm. Gəl görüşək yar, çıx yaşıl güzəl. Bax gəl bizə, gözüm yoldadır, xoş məqaldadır. Tez gəl ey gülüm, gözəl sevgilim. Həyatımda var, sevdalı bir yar. Çıx yaşıl düzə, qonaq gəl bizə. 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 Anatola Qəniyev, Allah rəhmət eləsin. Görüntüyə baxaq. Sənə sözüm var, naz eyləməm. Gəl görüşək yar, çıx yaşıl güzəl. Bax gəl bizə, gözüm yoldadır, xoş məqaldadır. Tez gəl ey gülüm, gözəl sevgilim. Bəli, növbəti ifanı təqdim edək. Derdimi soruş bir kız yoldaşından. Yavrumun hayalı gitmez başından. Olduna yanıram 14 yaşından. Sevirem acıyram, acıyram bana. Yanıram acıyram bana ey, bana ey, bana ey, bana ey, bana. Buyurun. Baba Mahmudoğlu'dur. Onun səsidir. Bəli. Tembri çox maraqlı tembr olub. Qeyri-adi. Görüntüyə Həm baxaq. də o vaxtlar yazılırdı o yəqin. Derdimi soruş bir kız yoldaşından. Yavrumun hayalı gitmez başından. Olduna yanıram 14 yaşından. Sevirem acıyram, acıyram bana. Bəli, növbəti. Süze süze yadaşıksa elimize. Hoş soraklar getir bize. Durma teli, durma teli. Semalardan süze süze yadaşıksa elimize. Hoş soraklar getir bize. Durma teli, durma teli. Kar kamanı getirdiler. Yadamıza merhem dile. Hoş gelmişsen bizim ele. Durma teli, durma teli. Kar kamanı getirdiler. Yaramıza mərhəm çirə. Elxan Şirinov, Allah can sağlığı versin. Elən Nurlan birinci dedi ki, Elxan Şirinov. Görüntüyə baxaq. Semalardan süze süze yadaşıksa elimize. Hoş soraklar getir bize. Durma teli, durma teli. Semalardan süze süze yadaşıksa elimize. Bəli, Allah can sağlığı versin. Elxan Şirinov. Salamlayırıq elə buradan Elxan müəllimi də. Allah can sağlığı. Allah can sağlığı versin. Bəli. Fərqli və gözəl. Bu ifanı isə istəyirəm Anar bəy tapsın. Oha, baxa. Hayat ömür bir deryadır derinden derin. Bu dünyanın sevinç yeri, kövrek yeri var. Her tilsimin bir açarı olduğu kimi. Dünyanın çok cuman örnekleri var. Başvurgu hayata ömür sürer əfrəvə. Kimi çatmaz murada, kimi yaşar bir təhər.
Hə, mən səsi eşidəndə bir balaca burada indi tamaşaçılar Tərəddüd elədiniz. yox, tamaşaçılar həm də yəqin efirdən başqa cür eşidirlər, çox aydın eşidilir. Burada biraz studiyada həmən Aygün xanım kömək elədi. Ramiz Əzbər. Görsə yalanlar. Bəli, görüntüyə baxaq. Hayat ömür bir deryadır derinden derin. Bu dünyanın sevinç yeri, kövrek yeri var. Her tilsimin bir açarı olduğu gibi dünyanın çok Əminəm ki, bu ifadə tərəddüd eləməyəcəksən. Qoy baxaq. Kömək eləməyəcəm, bir dəfə özündən. Buyurun. İçtik seninle bir kere, eşittim özgeye yedirsen ere. Bilirdim yalanmış bu muhabbetin, deme sevişirdik biz nahak yere. Külek ayağına esti, kemer belimi kesti, beni atıp gitmişsen demek sevgiyemezdi. Gözüm gözüne bakar, beni yandırıp yakar. Bu kaş bu göz sende var, her bakışın canalar ey canalar ey canalar. Gözüm gözüne bakar, beni yandırıp yakar. Bu kaş bu göz sende var, her bakışın canalar ey canalar ey canalar. Deyəsən bilirəm bunu. Təzəlikcə də yubileyi olub, Bəli. 50 yaşa. Həm də biz təbrik bir edirik. sinifdə oxumuşuq. Bülbül adlı Orta İxtisas Musiqi Məktəbində İzzət Bağırovda Xalq Çağı Alətləri Şöbəsinin tarix sinifini bitirib mən də. İzzət Bağırov. İzzət Bağırov. Dəqiq tapdım bunu. Yubileyin də mübarək olsun. Bəli, biz də təbrik bu edirik. Kənanla yaxınlarda- eyni gündə doğulub, 17 may. 17 may ikisi də. İkisinin də bu il yubileyi oldu 50 yaşı. Can sağlığı arzulayıram. Gözəl atadır, gözəl dostdur İzzət. Kənanı da təbrik Kənanı da edirik. təbrik eləyirik. Anlarla gör neçə ildir dostum. Çox, çox. Bir sinifdə oxumuşuq. Sonra universitetdən bu yana Kənanla da onları təbrik edirəm. olmaq lazımdır, Orada bax, görüşdük, əsl. təbrik elədim ikisində. Allah onlara can sağlığı versin. Hərdən salırıq zarafata. Deyirik ki, nə yaxşı ki, hansısa bir tədbirdə falanda bir-birimizi görürük. Adam görüşəndə yaşını unudur. Elə bilirsən o 20 yaşında, 25 yaşında olan vaxtlarındır. Hə. Bizim sinifdə oxuduğumuz uşaqların əksəriyyəti ilə biz olur ki, görüşürük tez-tez. Elə orada da söhbət edəndə danışırıq ki, nə yaxşı ki, görüşürük. Bizim çox mehriban sinifimiz olub. Deyirik, nə yaxşı görüşmüşük. Adam özünü o yaşın unudur. O illərdə Eyni hiss ilə eləyir. bizdə də elədi. 20 ildən Çox sonra rahat danışırsan. Hərdən adamın yadına düşür ki, ay yox, daha öncə 50 yaşım var. biz də sinif yoldaşlarımızla tez-tez görüşürük. Bu yaxınlarda 20 illiyimizi qeyd elədik. 20 il bərabər. Orada da elə bir ki, əvvəlki vaxtlar necə uşaq kimi, indi də elə. Görüntüyə baxaq. Eşkan içmiştik seninle bir kere, eşittim özgeye yedirsen ere. Bilirdim yalanmış bu muhabbetin, deme sevişirdik biz nahak yere. Külek ayağına esti, kemer belimi kesti, beni atıp gitmişsen demek sevgiye besli. Gözüm gözüne bakar, beni yandırır yakar. Bu baş bu göz sende var, her bakışın can alar o can alar o can alar. İndi oğlu əlini görsən elə bil İzzətin bax bu vaxtlarıdır cavanlığı. Eyni. Elə bacısı oğlu da bənzəyir. Bacısı oğlu da oxşuyur. daha Tahir. oxşuyur. Amma oğlu necə oxşuyur İzzətə. Eynən kopya. Böyüyüblər maşallah. Oyun Mən gördüm. oğlundan Mən bir nə vaxt yerdə görmürəm onları. Ataları bir yerdə oxuyub, oğlanları da. Bəli, bu dəfəki fan istəyirəm ki, Nurlan bəy tapsın. Hə, onda mənim bacım oldu onlardan oxuyur. Ha, nə gözəl. Hə. Bir bu qutarırlar, 11. Daha var, yenə dünə imtahan verdilər. İmtahanları idi, Hə, uğurlar hamıya. Buradan elə. Hə. Bu ifanda Nurlan bəy tapsın. Sen gülersen ben çağırsam gelersen mi ayrılığın göz yaşını silersen mi bu çemende gülüm sensiz gecem sensiz gülüm sensiz bir kimsen menden aziz bilersen mi çağırsam gelersen mi Mehdime güler
tapa bilmədim. Sən dedin. Bunu Yalçın dedi bizə hamımıza. Biz yalan danışmırıq da Bəli, boyumuz. dəyərli diktorumuz Nərgiz Cəlilova idi. Görüntüyə baxaq. Sen gülersen mi? Ben çağırsam gelersen mi? Ayrılığım göz yaşımı silersen mi? Silersen mi? Bu çemende gülüm sensiz, gecem sensiz, günüm sensiz. Bir kimsenin menden aziz, bilersen mi? Bilersen mi? Və Nərgiz xanımı da salamlayırıq. Allah can sağlığı versin sizə. Salamlıydı. Növbəti ifanı da siz tapın. Göyde bulut oynayanda, hem o yanda hem bu yanda, dalgaların kaynayanda, ben sana heyranım deniz, dalgaların kaynayanda, ben sana heyranım deniz. Havanın serhoşluğunda, aydınlığın hoşluğunda, gecelerin boşluğunda, ne güzelsen sonam deniz, gecelerin boşluğunda, ne güzelsen. Nərminən boğazlarıdır, sağranda saç. Mərhum sənətkarımız Nərminə xanım Məmmədova. Agil, sən kimi deyirsən? Mən də olum, birinci elə Mikrofonu. mən elə dedim odur. Yox, Rübaba xanım deyil. Nərminə xanımın da səsinə oxşur, Sara xanımın da səsinə oxşur. Dəqiq qərar, ikisindən biri. Birinci Nərminə mən. Nərminə xanım, Sara Nərminə xanım. xanım. Yaxşı, görüntüyə baxaq. Ya Sara deyəm. Göyde bulut oynayanda, hem o yanda hem bu yanda, dalgaların kaynayanda, ben sana heyranım deniz, dalgaların kaynayanda, ben sana heyranım deniz. Növbəti ifa. Geceler yuxusuz qoymusan məni, öyrənə bilmədim rəhsini. Geceler yuxusuz qoymusan məni, öyrənə bilmədim rəhsini. Gəl gizlətmə məndən sən öz sirrini. Gəl gizlətmə məndən sən öz sirrini. Gəl gizlətmə məndən sən öz sirrini. Sevirəm, sevirəm təmiz eşqini. Gəl gizlətmə məndən sən öz sirrini. Sevirəm, sevirəm təmiz eşqini. Sevirəm, sevirəm təmiz eşqini. Sevirəm, sevirəm təmiz eşqini. Rübaba Muradova mənim ən sevdiyim xanım sənətkar ifaçı. Mən onun o qədər vurğunuyam ki, elə bir gün yoxdur ki, deyərəm sizə ki, mən onun, belə özüm bundan danışam ki, böyle səsimi yoxlayırsın. Elə bir gün yoxdur ki, mən ona qulaq asmayayım. Yəni, hər gün dinləyirəm onu mən. Allah rəhmət. Baxaq görüntüyə. Çox sevirəm, çox. Geceler yuxusuz qoymusan məni, öyrənə bilmədim rəhsini. Geceler yuxusuz qoymusan məni, öyrənə bilmədim rəhsini. Unutmaq çətindir gözəlim səni. Unutmaq çətindir gözəlim sənin. Gəl gizlətmə məndən sən öz sirrini. Sevirəm, sevirəm təmiz eşqini. Gəl gizlətmə məndən sən öz sirrini.
Bəli, növbəti ifa. Ben seni harda arayım, yetmez yerim harayım. Yine könlümün sarayım, oldu berbat elim. Ben seni harda arayım, yetmez yerim harayım. Yine könlümün sarayım, oldu berbat elim. Aman aman da delinden, olmadım hiç ya delinden. Gece gündüz deli kör, Şəfa xanım, Allah rəhmət eləsin. Bəli, Allah rəhmət eləsin. Mən elə çalışıram ki, belə retro musiqilərimizdə də, keçmiş musiqilərimizdə də Şəfa xanımın da ifası olsun. Çünki Şəfa xanım ifalarını çox bəyənirəm. Baxaq görüntüyə. Ben seni harda arayım, yetmez yerim harayım. Yine könlümün sarayım, oldu berbat elim. Ben seni harda arayım, yetmez yerim harayım. Yine könlümün sarayım, oldu berbat elim. Və sonuncu ifanı təqdim edək. Bahar gələndə mən sənə çiçəkli bahar göndərim. Vüsal meyvəsindən dada bilmədik. Sənə hər meyvədən nübar göndərim. Çıx qatar yoluna payız düşəndə. Uçan durnalarla salam yetirim. Çıx qatar yoluna qaş qaralanda. O qərib axşam qəm yitirim. O qərib axşam qəm yitirim. Çıx qatar yoluna hər axşam səhər. Çıx qatar yoluna məni qarşıla. Bəlkə bir ömürlük çəkdim səfər. İfa səslənən kimi Anar bəy tapdı. Amma Agün xanım desin bu dəfə. Bayaq siz tapdınız, mən dedim. İndi mən tapdım, siz Yox, deyin. özün deyəcəksən. Çünki bunu heç birimiz tapmadıq. Var üstündə mikrofon. Mən də deyəm mikrofon. Mən mikrofonla gəldim, evdən belə gəlmişəm. Vardı onun. Bizim gözəl diktorumuz Rafiq Hüseynov. Onun ifasıdır. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Uzun illərdir bu ifa heç də yadımdan çıxmır. Çünki elə o vaxtlar eşitdiyim dövrdən nəsə ürəyimə yatmışdı. Yəqin hər birimiz üçün belə olub. Mən də o Əlvida mahnısını oxumuşdu. Oxuyacağım, onu görə tutmuşam. Əl çəkməndən dərsin. Nə istəyirsən? Görüntüyə baxaq. Qoyum da. Görüşdük nə çətin, ayrıldıq nə asan. Bunu da oxuyum. Hardasan həyatım, var mısan, yox musan? Mən səni izlədim, günah tək gizlədim. Hər səhər, hər axşam, hər gündüz, hər gecə gözlədim. Əlvida o günlər, ulduzlu gecələr, əlvida. Ömrümdən nə qaldı vəfasız dünyada. Əlvida o günlər, ulduzlu gecələr, əlvida. Ömrümdən nə qaldı, belə bir dörd, nə qaldı vəfasız dünyada. Allah rəhmət eləsin. Çox sevirdim bu ifanı, onun ifasında. Görüntüyə baxaq. Gələndə mən sənə çiçəkli bahar göndərim. Vüsal meyvəsindən dada bilmədik. Sənə hər meyvədən nübar göndərim. Çıx qatar yoluna payız düşəndə. Uçan durnalarla salam yetirik. Bəli.